Milli aviadaşıyıcımız olan Azal şirkətinin Bakı-Naxçıvan marşrutu üzrə bilet satışı və sərnişin xidməti vətəndaşların narazılığına səbəb olub. Naxçıvan istiqamətinə səfər etmək istəyən sərnişinlər bilet əldə etməyin son dərəcə müşkül olduğunu və böyük əziyyət hesabına başa gəldiyini bildirirlər. Vətəndaşın iddiasına görə təxminən 45 dəqiqəlik qısa uçuş müddətində onsuz da yemək gözlənilmir. Lakin əsas narazılıq avia şirkətin xidmət standartlarını getdikcə aşağı salması ilə bağlıdır. Belə ki, əvvəllər sərnişinlər təyyarə daxilində isti çay və qəhvə təklif olunduğu halda hazırda bu xidmət tamamilə yığışdırılıb. Şikayətçi qeyd edir ki, indi isti içkilərin əvəzinə sərnişinlərə yalnız mənşəyi və keyfiyyəti tam aydın olmayan, dəyəri cəmi 20 qəpiklik kiçik plastik butulkalardan su paylanılır. Sərnişinlər böyük çətinliklə tapdıqları bu reisdə vətəndaşlara qarşı belə səthi və laqeyd yanaşmanı qəbul edilməsi hesab edirlər. Müraciət edən vətəndaşlar Bakı-Naxçıvan reisində bilet satışındakı problemlər həll olunmasını və Azalın sərnişinlərə göstərdiyi daxili xidmət keyfiyyətini yenidən əvvəlki standartlara qaytarılmasını tələb edirlər. Mən Naxçıvan-Bakı, Bakı-Naxçıvan reisindəyəm. Təyyarənin içində göylər, uçuşlar, səhər-səhər ac qarnına, bütün millətin başına su ilə qatırlar. Çünki səhər-səhər ac qarnına hər kəs durur, evindən gəlir, oturur təyyarəyə, uçuş eləyir Bakıda, bu Naxçıvandan Bakıya, Bakıdan Naxçıvana. Və su ilə bizim başımızı qatırlar. Qabaqca səhər-səhər gördü, fərq yox idi. Çay verirdilər, kofe verirdilər, su verirdilər. Kim nə içirdi, onu götürürdü, istəyirdi. İndi məcbur su verirlər. Ac qarnına deyirlər, mədəndə tikən qalıbdı. Sudan iş düşəndə o tikəni salarsan. Vallahi Azal bizim ışıq gələn yerimizi tıxıbdı. Biz Naxçıvanlara zaten qənim kəsilirdi. Bakı-Naxçıvan bileti tapa bilmirik. Vəziyyət bərbad gündə. Su ilə də bizim başımızı alladırlar. İnşallah Cənab Ali Başkomandanımız Allah korusun ki, tez müddətdə dəhliz yolu açılar. Biz Naxçıvanlar da ümumiyyətcə bu zulümdən qutararıq, bu bəladan qutararıq. Bu Azalın prezidentinin suyundan qutararıq. 60 manata bilet al, 20 qəpiklik sən su versinlər dəyəridə. Budur. Allah hamınızın canı sağ olasın.